Teşekkürler, teşekkürler. Sema Rəqs qrupu. Teşekkürler uşaqlar size, çok sağ olun. Geleceğim bunlar böyük rəqqaslar olacaqlar inşallah. Hoş gördük sizi əziz tamaşaçılar. İnanın studiyamız indiyə qədər bu qədər belə həyəcanlı, bu qədər təlatümlü, bu qədər rəngarəng, bu qədər şən, bu qədər əyləncəli olmamışdı. İndiyə qədər ikinci mövsümü artıq bitirmək üzrə, amma bu qədər böyük bir həyəcan indiyə qədər studiyamızda olmamışdı. Hoş gördük sizi əziz tamaşaçılar. Bugün əziz gündə 1 iyun tarixində sizinlə görüşürük. Beynalxalq uşaqların müdafiəsi günü. Evimizin, eşiyimizin yaraşığı olan uşaqlar. Tanrı bütün ailələri Allah Teala evlad qismət eləsin. Qismət olamayanlar da Allah Teala'dan bu əziz günlərdə, Ramazan ayında Allah Teala'dan rica edirik. Allah Teala'dan yalvarıb istəyirik. Allah Teala hər bir evə gözəl evlad nəsib eləsin. Bu əziz gündə Ramazan ayının 6-cı günündə, amma 2017-ci ilin 6-cı ayının 1-ci günündə sizinlə görüşürük. Xoş gördük sizi bir daha bu əziz gündə. Bəli, beynəlxalq uşaqların müdafiəsi günü 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında belə bir qərar qəbul olundu ki, bütün dünyada uşaqlar günü elan olunsun. Və elə 2009-cu ildə də möhtərəm prezidentimiz Cənab İlham Əliyev də ölkəmizdə həmin ili uşaq ili elan elədi. Və ən əsası bunu söyləmək istərdim ki, ölkəmizdə uşaqlara olan qayğı, uşaqlara olan diqqət nə qədər çoxdur, bunu artıq siz də bilirsiniz. Uşaqlara olan xüsusi qayğı və deyərdim, uşaq evlərində böyüyən uşaqlara olan qayğı özəldir. Bu da əlbəttə ki, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi özəl dəstəyi, diqqəti, qayğısı və sevgisi sayəsində baş verməkdədir. Və əziz tamaşaçılar, bugün burada şar da partlayacaq, oynayacaqlar da, deyəcəklər də, güreş. Bir dənə mən yox, bir dənə balaca bu gözəl balalar məndən soldu. Bunları göstərin, nə olar? Bunların şəkərliyi, bunlar hərəsi bir dənə balaca bir konfetdir. Ay Allah, sən buna bax, sən buna bax. Ay Allah, bunlar bu qədər şəkər, bu qədər gözəl. Allah Teala hər bir evə gözəl evlad nəsib eləsin. Hamısı bir-birindən şəkər, bir-birindən gözəl. Bunun sən nə qəşəng pançıkın var sənin. Ay Allah, ay Allah. Mənim bir pançıkım yoxdur mənim valla. Bunların paltarları, heç Aygün Kazımovan belə paltarı yoxdur. Sənin bu çox gözəl paltarın var. Əziz tamaşaçılar, bəli, verilişimiz davam edir. Bu cür xoş əhvalla, xoş deyərdim, məramla. Ən əsası bugünkü qonaqlarımızı sizə təqdim edeyim. Hə, qaça bilərsən, hara istəsən. Sən mənim bayram balam kimi, hara istəsən qaça bilərsən. Eyni ilə. Hara istəyirlər, qoy bu uşaqlar sərbəstdirlər. Bugün studiya onların ixtiyarındadır. Nə istəyirlər etsinlər. Bugün onların, ümumiyyətlə uşaqların qəlbinə toxunmaq heç olmaz. Və bugün özəlliklə onlara qayğımızı, sevgimizi hər zaman göstərək və uşaqları heç vaxt incitməyək və onların çalışa imkan daxilimizdə onların arzularını, istəklərini həyata keçirək. Və mən böyük məmnuniyyətlə bugün studiyamızda qonaqlarımızı təqdim etmək istərdim. Bizim sevimli müğənnilərimiz burada, Tural Ağayev burada. Tural Ağdamlı deyim, Ağayev mi deyim, fərq etməz. Xoş gəlmişsən Tural, sabahın xeyir olsun. Sabahınız xeyir olsun Yusuf bəy. Mən də salamlayıram ilk öncə sizləri, ekran qarşısında əyləşən tamaşaçılara, gözəl dostlarımızı salamlayıram. Və Tural bura, ay bunu, sən bu balaya bax, ay Tural, bu kopya Turaldır ki bu. Sənin adın nədir? Belə ki, mikrofonu verib balamıza. Adım Tural'dır. Tunar. Ha, Tunar da adı, ay aldıyla böyüsün. Tural Ağdamlı bura bir dənə balaca qızı ilə. Bu nə gözəl qız, sən bunun gözlərinə bax bir dənə. Bir dənə vereyim mikrofonu soruşaq. Sənin adın nədir mənim gözəl qızım? Məryəm. Nə, Məryəm, ay adıyla böyüsün. Neçə yaşın var sən, ay Məryəm? 7. 7 yaş, məktəbə gedirsən sən, elə mi? Bəli. Neçə, ikinci sinifə? 1'ə. Birinci sinifə gedir mənim gözüm. Ay Allah, sən bunun boyun bağısına bax bunun. Və əlbət ki, əziz dinləyicilərimiz, əziz tamaşaçılarımız, bizim sevimli müğənnimiz Zemfira İbrahimova da buradadır. Zemfira, xoş gəlmişsən, sabahın xeyir olsun. Təşəkkür edirəm, hər vaxtınız xeyir olsun. Nə xoş ki, bugün bu gözəl bayramda sizlərlə yenidən görüşdük. Allah bütün balaları qorusun, hər zaman üzləri gülsün, heç zaman ağlamasın. Və Zemfira bura öz evladı, oğlu ilə bərabər gəlib, kəbdən buraya bunu bayaqdan bir dildil ötür, mənə bir dildil ötür. Gəl mikrofon, sənin adın nədir mənim gözəl oğlum? İbo. İbo, İbrahim də, İbrahim də adın. Neçə yaşın var sən İbrahim? 6. 6 yaş, məktəbə gedirsən, birinci sinifə gedirsən, dərslər hamısı 5'dir, yoxsa? 4 arası var da. 4, nədir? 4'ün də arası var, hə. Heç 2 almısan? Bir dəfə şeydə almışam.
Bir dəfə şeydən almışdım, Azərbaycan dilindən. Onu Adam Azərbaycan dili 2 alır. Ay Allah, adam Azərbaycan dili 2 Onda alır. bağdaydım. Onda bağdaydın, dərsimi oxumamışdın. Hə, bağda nətə dərsimi oxuyum. Hə, ay Allah. Bu kim oxşayıb belə dilli dilaverdi? Sənə oxşayıb, anasına oxşayıb, anar danışan deyir. Ay Allah. Sən bizə mahnı da oxuyacaqsan, eləmi? İrəliyən dəqiqələrdə. Və əlbət ki, əziz tamaşaçılar, Star Kids qrupunun da rəhbəri Aygün xanım Əliyev burada. Aygün xanım, götürün tamaşaçılarını salamlayın lütfən. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Xoş gününüz olsun. Mən də hər birinizi salamlayıram. Başda ATV televiziyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk. Borcumuzdur. Yusuf bəy, sizə böyük təşəkkürümüzü bildiririk ki, çox sağ olun ki, bu gözəl, Estağfurullah. möhtəşəm, özəl gündə bizim də gül balalarımızla bizi bura dəvət Bunlar etmişsiniz. sizin balalardır, var. Star Bəli, fərq etməz bunlar. Hər biri bugün 19 şirin şəkər modellərlə Bunlar hamısı. qatılmışıq. Bunlar modeldilər. Və bunlar mənim üçün, bəli, bunlar hər biri mənim üçün ayrı-ayrılıqda öz doğma balam qədər əzizdirlər. Bunlar gələcəyin Adriana Limasıdır, Cindy Crawford'dur gələcəyin. İnşallah. Leticia Casta'dır gələcəyin. Ay Allah, sən bunlara, sən o bir dənə bu buruq saçlarına bax, bir dənə baxım, mən bu buruq saçlarına baxım. Sən bu buruq saçlarına bax. Ay Allah, o necə sakinsə qıslızda otur. Ay Allah, sən, ay Allah. Bir dənə mikrofonu götür, bir dənə, ay Allah, bir dənə mikrofonu götür. Kəpdən soruşaq, sənin adın nədir? Maksud. Maksud. Neçə yaşın var sən Maksud? 4. 4 yaşım var. Maksud, bax bu nədir belə? Bu nə yazıblar bu üstündə? Kids best. Hayır. Oy. Of Azərbaycan. Best Kids of Azərbaycan. Ay bunun saçlarına bax. Mənim uşaqlığımın saçlarına oxşayır Maksudun saçlarına. Ay Allah sağlasın. Bizim balaca balamızı. Bizdə Starkit şirkətində Ha. 2016-cı və 2017-ci ildə Kids Best Model of Azərbaycan yarışması keçirildi ki, hansı ki Bəli. hər iki yarışmada, yəni 2016 və 2017-ci ilin qalibi Maksud seçildi. Bəli, nə gözəl, nə gözəl. Onun üzündəki xarizması ona yetər. Və mən məmnuniyyətlə sevə-sevə əziz tamaşaçılar biraz da nostalji hisslərə qatılıram. Bu da əlbəttə ki bizim bir zamanlar, o vaxt mən uşaq idim. 1968-69 belə ola bilər, o illər idi. Məktəbdə 65-ci ildə, 68-60, o həmin illərdə bütün Azərbaycanı bizi məktəbdən apardılar o filmə baxmağa, Qaraca Qız filminə. Qaraca Qız filmində də ağca obrazını yaradan gözəl balaca bir qız var idi orada. Sonra o qız böyüdü. Mən o qızı bir dəfə orada gördüm, səhnəyə çıxdı Vətən Kinoteatrında. Amma sonra səhnəyə çıxandan sonra biz onu yalnız filmlərdə gördük. Və sonra mən illər keçəndən sonra 1983-cü ildə Praqada onu gördüm. Onunla bərabər, yəni gəzdik Praqanı, Staromelski ploşidi və meydanını və orada onu bir daha sevə-sevə onu bir daha xatırladım və bu gün sevə-sevə bizim ən yaxşı aktrisamız elə Qaraca Qız deyən filmindən bizim sevə-sevə seyretdiyimiz ağca obrazını yaradan Leyli xanım burada. Leyli xanım, bura zəhmət olunuz, xoş gəlmişsin mənim canım, mənim ürəyim Leyli. İllərlə tanıdığım sevim, gəl mən sənə öpüm hamının adından. Mənim ürəyim Leyli. Xoş gəlmişsən. Leyli, gəl burada otur, zəhmət olmasa. Otur orada. Leyli Axundova. Leyli, buyur tamaşaçılarımız salamla. Xoş gəlmişsən. Sabahın xeyir olsun. Sabahınız xeyir olsun. Birinci mən uşaqları təbrik eləmək Əlbət ki, istəyirəm. əlbət ki Leyli. Bütün bu dünyada Allah uşaqları qorusun. Amin. Onları öz atalarına, analarına çox görməsin. Amin, amin. Olmayanlara da Allah Amin, versin. qismət edilsin. Leyli, çox sevindim sənə görməyə burada. Çox sevindim. Mən də. Leyli, illərdir Leyli, yəni heç dəyişmir. Onun sarı saçlar, o gözlər, o üzün siması, Ağca filmindən, Qaraca Qız filmindən bizim seyretdiyimiz o məsum çöhrə heç getmədi onun üzündən. Leyli, xoş gəlmişsən Çox bir sağ daha. ol, Səni çox görməyinlə sağ çox ol. sevindim. Mən də çox çox sağ ol, sevindim. mən də çox Nə pis ki, biz səninlə çox az rastlaşdıq. Yalnız o dəfə keçən mövsümdə studiyamıza gəlmişdin. Amma mən ümid edirəm ki, haradasa sənin o yaratdığın obraz ömürlük bir, məsum bir uşaq obrazı ilə tarixdə qaldı. Çox Və elə də sağ ol, qalacaq. Çox sağ olayım. Əziz tamaşaçılar, qonaqlarımız salamlaşdı və salamlaşandan sonra da ay bu şəkər balaların qarşısında gəlin Tural Ağayev bir dənə mahnı ifa eləsin və daha sonra isə bizim söhbətimiz bol olacaq. Uşaqlar mahnı da söyləyəcəklər, şeir də deyəcəklər, rəqs də eləyəcəklər. Mənim gözəl balalarım, şirin şəkər balalarım, buyur Tural. Yusuf bəy, mən bir daha salamlayıram bütün tamaşaçılarımızı və sizlərə böyük təşəkkürümü bildirirəm. Rəhbərliyə böyük təşəkkürümü bildirirəm. İndi
ifa edəcəyim musiqini mən bir dəfə sizin verilişdə ifa eləmişdim canlı. Buyur. İndi isə yeni aranjmanda istəyirəm ifa eləyəm və xüsusən də vurğulamaq istəyirəm. Başda Anar qardaşım olmaqla, Anar Farizoğlu və bizim dostumuz Teymur Şahmarov. Ümumiyyətlə Məmnuniyyətlə. bu mahnıda bütün əməyi keçən dostlarıma mən böyük təşəkkür Eşidək edirəm. məmnuniyyətlə. Gəlin, başlayaq. Ay sevgilim, gel sevgilim, vurulmuşam sana bilirsen. Sağlam iken xəstə ettin, indi mənə niyə gülürsən? Ay sevgilim, gel sevgilim, vurulmuşam sana bilirsen. Sağlam iken xəstə ettin, indi mənə niyə gülürsən? Kaş səni görməyəydim, bu cür nə sevməyəydim. Sən mənə söz deyəndə mal olub dinməyəydim. Kaş səni görməyəydim, bu cür nə sevməyəydim. Sən mənə söz deyəndə mal olub dinməyəydim. Zəmanə vəfasız olarmı? Sevən sevdiyindən doyarmı? Zamanə vəfasız olarmı? Sevən sevdiyindən doyarmı?
Teşekkürler sana. Çok İnşallah sağ gelin olun. alkışlayak. Tural Əmini gelin alkışlayak. Ay Allah. Ay teşekkürler. Tural en büyük alkış uşaqların alkışı. Onların ürəyini, Təbii onların ki, ürəyini təbii ki. almaq handa bir adamın işi değil. Onları bak mahnı yılları rəqs etdim. Ay hara getdi mənim şeker balam, hara getdi bu? Hara getdi bu? Allah cəm balaları qorusun, Amin sağlasın inşallah. inşallah. Evlad Amin. həsrətində olanlara da inşallah Amin. Allah Allah evlad bütün nəsib ailələrə eləsin. evlad nəsib eləsin. Evlad nəsib Amin, eləsin. amin inşallah. Və bunlar ki Azərbaycanın gələcəyi, bunlar Azərbaycanın, parlaq Azərbaycanın böyük gələcəyidir bizim balalarımız. Kim bilir onlar böyük gələcəkdə ölkəmizin hansı bir sayəsində daha böyük xariqələr yaradacaqlar, işləyəcəklər, xalqımıza faydalı olacaqlar və Aygün xanım dedi, onlar gələcək modelləridir. Hə, heç şübhəsiz, heç şübhəsiz. Nə idi balaca balan? Hara getdi? Nə idi balaca balan? Maksud gələcəyinin bir nömrəli modeli olacaq inşallah, heç kəsin şübhəsi olmasın. Əziz tamaşaçılar, Aygün, özür istəyirəm, Leyli xanım buradadırsan. Biz sevə-sevə bir zamanlar o obrazı hamımız seyrettik. Onu orada o ilan vuranda hamımız onunla beraber ağladık və onun da müqabilində o Qaraca qız axırda, yəni onun deyərdim, onun qurbanı olaraq çıxır gedir, dünyasını dəyişir. Amma o Ağcanın o həmin anda o göz yaşları, o balaca Ağcanın biz onunla beraber uşaq idik, hər birimiz seyr edirdik və hər birimiz kövrəlirdik. O Ağcanın orada məsum sifəti, məsum gözləri var idi. O gözlər heç dəyişmədi. Mən buradan efir rejissorumuza rica edirəm. Biz baxa bilərim həmin kadrlara, rica edirəm sizdən. Çox xahiş edirəm. Ay Allah. Xədicə. Tutun. Xədicə, arvad sən tənbih eləyib, elə anam da tənbih eləyib. Gəl bura, tez. Necə gəlim? Ax, səni mənlə oynamağa qoymurlar. Sən gəl, gəl. Qapı bağlıdır. Bilmirəm. Danış Tutu. Hardansan? Ata-anan var. Bilmirəm nədən başlayım. Sənə nə olub kızım? Ata, çoxdan buradasan. Ha, Sən bura gələndə qapı açıq idi. yox, bağlı idi. Burada heç kəs yox idi. Kızım, məndən nəsə gizlədirsən? Ata, heç kəsə deməsən ki. Demərəm. Balaca, Ağca, o Qaraca ilə dostluğum. Leyli, həmin illərə mən bir də qayıtmaq istəyirəm. Mənim əziz dostum, əziz ürəyim mənim, çox sevdiyim. Bir rolla, yəni ümumiyyətlə çox nadir hallarda bir rolla, aktrisa deyilsən sən. Bəli, sənə aktrisa adı qoydular. Bir rolla sən, deyərdim ki, Azərbaycan kino tarixində elə bir iz qoydun ki, o rolla artıq sən, heç kəs sən Leyli demiş, hamı sənə Ağca deyir. İndi də sən Ağca deyirlər, elə mi? Götür mikrofon. İndi də Ağca deyirlər sən. Ağca deyilir, telefonlarında da Ağca yazırlar. Ağca yazırlar. Başqa cür mümkün deyil. Mən onlara deyəndə ki, Leyli azdır, Leyla çoxdur. Deyirlər, yox, biz səni Ağca kimi tanıyırıq. Hərbi hamımız səni Ağca kimi tanıyırıq və yadıma gəlir mən o vaxt heç 83-cü ildə idi biz Çekiyada, Praqada. Yox, 80. yox, Yusuf, 90-cı il idi. 90 idi. 90 Ha. idi. Yox, 83-də mən oxuyurdum Moskvada. Ha, yəqin 90 olub. 90 mən idi. 83-də mən bir dəfə də olmuşdum Praqada. Yəni bax oradan sən o vaxtdan tanıyıram. Heç o vaxtdan dəyişmədi. Amma inan bir dənə bir şey açıqlayım sizə. Bir dənə şey açıqlayım. Oradan da elə gözü yaşlı idi Leylinin elə o vaxtlardan elə. O Praqada hamı əşyalarını yığmış. Mənə heç kəs kömək eləmir, mən köməksiz qalmışam burada. Yəni oradan Leylini, hamı tanıyırdı Leylini və hamı dedi ki, bu Ağca qızdır və o sanki həmin ağcalığını o illərə qədər gətirib çıxartmışdı özü ilə. İndi evladın heç kimsə istərdinmi evladın aktrisa olsun, aktör olsun? Nəvən. Uje evlat yox, nəvə bəlkə də. Nəvə, istərsən olsun. İstəyərdim. İstəyərdin olsun. Bəli. İstedad var, istedad qığılcımlar, iskralar, qığılcımlar var. 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 Qızda da var, böyük oğlanda da Aha, var. yaxşı, nəvələrdən oxşayırlar Ağcaya, oxşamır. Oy, oxşuyurlar. Oxşayırlar, ay keşke şəkillərini gətirəydin Oxşuyurlar, Leyli. ancaq mən o oyuna çıxanda deyirlər ki, bu Ağcadır, ancaq biraz qara buğday. Qara buğday Ağcadır, ağ Ağca deyil.
Əziz tamaşaçılar, bəli, verilişimiz davam edir. Xoş bir avalla, xoş bir ahmalla, xoş bir deyəlim, arzularla, böyük məmnuniyyətlə mən sizin nəzərinizə sponsorları təqdim edirəm. Bu yüzdən də Senle oynamak istiyorum. Arkadaş olmak istiyorum. əziz tamaşaçılar, bizim balaca balalarımız buradadırsa, bizim mənə gəlir ki, bu canbəbə bezləri bizim balaca şəkər balalarımıza heç ehtiyacları yoxdur. Çünki onlar artıq həmin yaş dövründən artıq çıxıblar. Amma balaca şəkər balalar o evdə varsa, o həmin evdə mütləq canbəbə bezləri olmalıdır. Belə ki, canbəbə uşaq bezlərinin digər bezlərdən fərqləndirən üstün cəhəti ön və arxa hissəsində xüsusi kilit sistemin olmasıdır. Bu kilit sisteminin üstün cəhəti nədir? Bu dəqiqə sizə anladım. Bildiyimiz kimi uşaq bezlərində qarşımıza çıxan ən böyük problem uşaq bezlərinin ön və arxa tərəfdən sızdırmasıdır. Uşaq bezləri müayinə nə qədər hopdursa da, yenə sızmalarla üzləşir bizim balaca balalarımız. Canbəbə uşaq bezləri bu problemi kökündən həll edib. Belə ki, canbəbə uşaq bezlərində olan kilit sistemi bezlərin ön və arxa hissəsində xüsusi bariyerlər yaradıb. Məhz bu bariyerlər sayəsində maye tamamilə bariyerin içərisində opur və mayenin sızmasına heç bir şans buraxmır. Bunun sayəsində körpələrin bel və qarın hissəsi tam quru qalaraq körpələrin gecələri rahat yatır, səhərlər özlərini gümrah hiss edirlər. Canbəbənin yüksək keyfiyyətini, aloe tərkibli üst səthini, münasib qiymətli və ən əsası heç bir uşaq bezində olmayan sızmalara qarşı ön və arxa bariyeri kilit sisteminin olması nəzərə alaraq tamamiliklə körpəyə canbəbə bezinin olmasını tövsiyə edirik. Aptek və marketlərdə var. Əziz analar, nənələr, dayələr, gedin apteklərdən, marketlərdən canbəbə bezlərini alın. Qoy balaca şəkər balalarımız canbəbə bezləri özləri rahat hiss etsinlər. Əlbəttə ki, gündüzlər də rahat oynasınlar, gümrah olsunlar. Təşəkkürlər canbəbə bezləri. Növbəti sponsorumuz İmperator Xalça Yuyma şirkətidir. Bəli, yay fəsli yaxınlaşır, xalça palazın yumaq vaxtı əgər gəlib çatıbsa, artıq biz nə edirik? Bir var zəng vururuq İmperator Xalça Yuyma şirkətinə və oradan, bəli, bizim xalçalarımız gəlib evdən aparırlar və nə olur? Xalçalar orada qəşəngcə yuyulur. Buna görə nə etmək lazımdır? Bir telefon zəngi ilə ünvanınızdan xalçalar alınır, yuyulur, qurudulur, ətirlənir, paketlənir, evinizə təhvil verilir. Üstəgəl çatdırma pulsuz xalçanın 1 kvadrat metri üçün sizdən cəmi 3 manat pul istəyirlər. Xalçaların yuyulması zamanı rənginin qarışmaması, solmaması üçün xalçalar növlərə ayrılır. Toz dolabında çırpılır. Çırpıldıqdan sonra tozu almış xalça yuma aparatında əl dəymədən yuyulur. Xalçaların yuyulması zamanı orqanik şampullardan istifadə edilir. Daha sonra bol su ilə durulanır və qurutma makinasına salınır. Eyni zamanda da evinizdə böyük pərdələr varsa, adətən bizim evlərdə böyük pərdələr çox dəbdədir bu dəqiqə. Həmin pərdələr yuma özü birisi çox böyük zəhmət tələb edir insandan. Əllərinizi heç əziyyətə salmayın. İmperator Xalça Yuyma şirkəti gələcək, sizdən evdən, karnizdən pərdələr bir-bir çıxardacaq. Onları qəşəng aparacaq, qəşəng yuyacaq, qəşəng tərtəmiz edəcək. Ütülüyüb gətirib özləri təzə asacaqlar. Bundan gözəl servis ola bilməz. Üstəgəl də evinizdə divan, kresla, stollar varsa yumuşaq mebel deyirəm. İmperator Xalça Yuyma şirkəti gəlib özləri evdə sizin divanınızı, kreslası evdən aparmadan evdə yuyub, təmizləyib, tərtəmiz sizə verəcək. Sanki bu dəqiqə elə bir fabrikdən çıxıb. Buna görə də təmizliyi bizə, zamanı tez sevdiklərinizi ayırın. Telefon nömrə 012 555 23, 012 511 0101, mobil 050 555 23 23. İmperator Xalça Yuyma şirkəti. Növbəti sponsorumuz Mr. Tom'dur. Harada olsanız, Mr. Tom sizin yanınızda gözəl paketləri var. Mən marketlərdə özüm baxmışam və özüm də alıb dadmışam. Çünki hər bilirsiniz, yüksək son dərəcə öz deyərdim.